Deməli 4-cü bölmə. 4 də var, 4. Kəsrlər 4 ortadan yazım. Kəsrlər 4. Oxşar suallar yazacağım. 3-cü. Deyir, turist atla yolun 7-də 4-ün gedəndən sonra turistdir. Yolun 7-də 4 hissəsini gedib. Nə qədər qalıb? 15 kilometr piyada gedib. 7-də 4-ün gedibsə 7 qalır. nə qədər qalır? Ay sol 7-də 3 qalır. Deməli bu 7-də 3-ü 15 kilometr olan da axtaracağam. 7-də 3-ü 15 olan hissəsinə görə ədəd. Ədəd kəsrə bölünür. Görə bilirsən? Görürəm. 15 vur 3-də 7. 3-ə 1, 15-i 3-ə 5 dəfə 7, 30. Deməli 30 pis yazdım, bərbad yazdım. 35 edir. Düşdüm. Azərin bir qutu qələmi var idi. 3-də 1 hissəsini İlqara. 3-də 1-ni İlqara veribsən, nə qədər qalıb? 3-də 2-si. 3-də 2. 1-dən 3-də 1 çıxıram. 3-də 2-si qalıb. Bu qalandı. Sonra 4-də 1-in verib. 1-dən 4-də 1-i çıxım, nə qədər qalıb? 4-də 3-ü. Düzdür? Deməli, mənim 3-də 2 hissəmin 4-də 3 hissəsi qalıb. Dalbadal 2 dəfə əməliyyat yerinə yetir baxın. Bir dəfə 3-də 1-in verib, 3-də 2-si qalıb. Sonra da qalanının 4-də 1-in verib. Qalanının da 4-də 3-ü qalmış olur. 3-də 2-ni vursan 4-də 3-ə. 3-də gedir. 4-ü 2-yə 2, 2-ni 2-yə 1. Aşağıda 2, yuxarıda 1. Deməli 2-də 1 qalıb. Axırda rəqəm olaraq nə qədər qalıb? 24 qalıb. Deməli 2-də 1-i 24 olan yenə hissəsinə görədir. 24-ü bölürəm 2-də 1-ə. 2 nəyin 2-də 1 24 eləyər? Tərsini çevirib vurulur. Şu. Bəli. Sonra 8-dən 9 yenə deyil, amma kram məsələsidir. 8-i başlayaq. Deyir, 1 kram boş içəni 6 dəqiqəyə. Digəri 9 dəqiqəyə doldurur. İkisi 1 dəqiqə 1 dəqiqə açıq olsa, biri 6 dəqiqəyə işin qutarır. Amma bircə dəqiqə işləyir. 6-da 1. O birisi də 9 dəqiqəyə görür işin. Hə? Amma 1 dəqiqə işləyir cəmi. Düşdün? 9 dəqiqə işləyir. Digəri 9 dəqiqəyə işin bütöv görüb qutara bilir. Amma 9 dəqiqəmız işləmir də, bircə dəqiqə işləyir. Hə. Toplayaq. Bunu da vura bilsən də 3-ə vurarsan, bunu 2-yə vurarsan. 18 də sadə şeydir. 18-də 5 tapırsansa bu dolu hissə olur. Dolu hissə. Boş hissə nə qədər olacaq? 1-dən çıxaq 18-də 5-i. 1 18-ə vurub üstünə 5 gəlir. Boş hissə. Hə, bildim. 3-ü 2-sinə də vur. Bəli. İndi səndən soruşsa ki, neçə saatı dolar? Saat soruşanda bu dolu, bunu tərsinə çevir. Bax, bu aldığın cavabı var ha. Bunu tərsinə çevir. Deyir ki, yaz 5-də 18 saata dolar. Bildim. Sonraki 10-cu sual. Üçdür, 2'dir, bu 1'dir, bu 4. Birinci ise 100 derecedir. O biri ise 80 derecedir. Bu 60 derecedir.
Hansı hissəsini sənəd verdiyində bu nə qədər böyüyür bu? Belə böyüyür. Üçüncü qrupa neçə dərəcə qalır? Bütöv 360 dərəcə deyil. 360-dan bu üçünü çıxar. 60 plus 100 plus 80. Demək, eləyəcək 240. 360-dan 240 çıxanda 120 dərəcə. Üçüncüdə 120 dərəcə. Düzdür? Deməli, üçüncünün payına 120 dərəcə qalır. Baxaq ki, üçüncü ümuminin hansı hissəsidir? 120 dərəcə, ümumi neçə dərəcədir? 360. 120, 360-ın hansı hissəsidir? İxtisar aparaq. 3-də 1. Sənə soruşsaydı, bu üçüncünündür. Soruşsaydı, ikinci ümuminin hansı hissəsidir? İkinci də 80-dir. 80-i böləcəksən 360. Bunu bölərəm 40-a, 40-a bölərəm 2, 40-a bölərəm 9. Ondan sonra 12. Hansı ədədin 0,15 hissəsi 12,5-in 0,6 hissəsinə bərabərdir? 12,5-in 0,6 hissəsini tapaq. 12,5-i vuraq 0,6-ya. Kalkulator yoxdur burada deyəsən. Vuraq 6. 6-da 5-in 33 yadda, 6-da 5-in 12 3 yadda, 15 1 yadda, 6-da 1-in 6 1 yadda, 7. Vergüldən sonra 1, 2 dənə rəqəm var, 2 addım gedir. Sondakı 0 yazılmır, 7, 15. Sondakı 0 sil. Bunu kəsə vurma bilirsən. Burada vergüldən sonra bir dənə rəqəm var. Burada vergüldən sonra burada da bir dənə var. Opş 2 dənə rəqəm var. Burada da eləməlisin ki 2 dənə olsun. Burada 0 var idi deyə qoydum vergülü bura. Ki 0 olanda vergüldən sonra 2 dənə rəqəm yazmış var. Burada 0 yazmırsan. 7,5 deyir. Hansı ədədin 0,15 hissəsi? 0,6. 15-i 7,5-dir. Bax 12,5-i 0,6 olanı tapdım. İndi də tapıram 0,15-i 7,5 olan. Nə bildim. Bu da bir hissəsinə görə ədəddir. 7,5-i bölürəm 0,15-ə. Nə qədər? 7,5 bölünsün. Təzə yeni şey nə yazıram deyil. Burada vergül 2 addım sağa sürüşür. Burada da 2 addım sağa sürüşməlidir. Ancaq yer yoxdur. 1 addım sürüşür. Artıq da qalan addımın nəvəsini 0 atırsın. Onu kəsən bölməyə yazır. O da 50 eləyir. Deməli 50 imiş ədədin. 15. Oradan da görmüşəm. 15-də. Var desən biz topladı. Ambarda olan taxılın 11-də 3 hissəsini satdılar. Ambarda qalan taxıl. Bax, taxıl miqdarı budur. Qalır 11-də 9. 11-də 3-ün satıblarsa 11-də 8 qalır. Qalan. Ton olaraq 64,8 qalıbsa 11-də 8-i 64,8 olan ədədə tapacağıq. Hissəsini görə də yenə bölürük. Tərsini çevrilir, vurulur. 8-i 8-ə 1, bunu 8-ə 8,1. 8,1-i vururam 11-ə, düzdür? 81, 800 sonra edir. Üstə mən də 81 yazım, 891, 89,1. Əvvəl deməli 89,1 imiş. 17-ni başsa. 17. Bu yer boş qaldı. Burada da qalıb. Qaydarım oraya yazarım. A ədədinin 5-də 2 hissəsi 270. B ədədinin 0,8 hissəsidir. A-nın 5-də 2-si 270. Niyə etməyim? Geri qaydanda böləcəm. Bildin? 270-i bölürəm 5-də 2-yə. 270 vur 2-də 5. Sağ gedir 2-yə 1, 272, 235, 135-ə 5-ə vuraq. 500, 150, 650, 675.
B ədədinin 0.18 hissəsi. B'nin 0.8'i 180. Bu dəfə də 180 B bərabərdir. 180'i bölünən 0.8. 0.8'in vergülünü bir adım sağa sürüşəndə bu arada bir dənə 0 əlavə edəcəksən. Deməli 2 dəfə 20'nin içində, 2 dəfə 40'ın içində 5. Get oynadık. Necədə 5 dəfə. 225. Deyir A bölü B nisbətini tap. A bölü B. A nədir? 675. B nədir? 225. 675 225'e bölündə. Neçə deyir? Sonra 20'ye bax. Deyir 2 natural ədəddən, yəni biri A'dır. Birincinin 36'da 7'si, 36 yox şurada, yox. 36'da 7'si vurursan. İkincinin B'nin 18'də 5'inə bərabərdir. İndi necə edəcəm? Hər tərəfini eyni bir ədədə vura bilərsən. Həm sağı, həm solu. 36'ya vuraq. Nəyə görə? 36 həm 36'ya bölünür, həm 18'ə bölünür. 36 vuraq. Bu A'nı var ha. Bu A'nı yuxarıya aid elə. 7A bölü 36. Bu B'ni də yuxarı aid edəcəm. 36 vuraq. 5B bölü 18. Görürsən? 36'lar getdi, nə qaldı? 7A. 36 18 getdi. 2. 5B. 2 burada var. Aşağıda qaldı. 2 yuxarıda var. 2 də 5'in 10B. Deyir A'nın B'ye nisbətini tapın. Birinci ədədim, ikinci ədədim. Birinci ədədim A'dır. İkinci ədədim B'dir. Ne düşün? A bölü B yazdın. 7 ilə 10'u bu yuxarı aşağı necə yazarsan ki, çarpaz vuranda təzədən 7 10 alınsın. Aşağıya 7 yuxarı 10 yazaram. Bunu belə çarpaz vuranda A vur 7, 10 vur B alınır təzədən. Bəli. Cavab oldu 10 bölü 7. Deyir B ədədi A ədədinin 5'də 3'üdür. B bərabərdir. A vurulsun 5'də 3. C ədədi A ədədinin 4'də 1'dir. C bərabərdir. A vur 4'də 1. Deyir B çıx C. B plus C'nin hansı hissəsidir? Deyəndə bir-birinə bölürsən. B'nin yerinə 5'də 3 yazmayıb. Bunun yerinə 0.6 elə. Burası tam 125 A elə. Çevirə bilsən də 4'də 1'nə 5'də 3. Yerinə qoyaq. B'nin yerinə 0.6 A qoy. C'nin yerinə 125 A qoy. 0.6 A üstə gəl 125 A. Çıxanda 0.35 A yuxarıda. 0.85 A aşağıda. A'lar ixtisar getdi. Burada sam 185'li vergülü 2 addım sağa apar. Burada da 2 addım sağa apar. Qaldı 35 böl 85. 5'e böləndə 7, 5'e böləndə 17. Boşluq doldurmaq lazımdır. 17'den sonra neçə yedim mən? 21'deydim. Doğru. 23 yazdım. aldım. Kitab sizin sonunda. Bilmiyorum. Baxardı. 23. Birinci boru ilə boş hovuz 4 saat olur. İkinci ilə 6 saat. Üçüncü ilə 12 saat boşalır. Doldurur diye toplayacağıq. Birinci boru 4 saat doldurmur. 4'də 1 yaz. İkinci boru 6 saat doldurur. Doldurur diye üstüne gəlim. 6'da 1 yazıram. O bir son 12 saat boşaldır. Çıxılsın. Bunu hesablayaq. Bunu 3'ə vuracağım. Bunun hamısını 2'yə vuracağım. Bunun hamısını heç nəyə vurmayacağım. 1'ə. Üçü vuram 12'də 3. 2'yə vuram 12'də 2. 12'də 1. Nasıl oldu? İşte. Toplayanda 12'də 3'dən 2 toplayanda 5 çıx 1 4. İxtisar gedirdi. 4'də 1, 12'nin 4'də 3. 3'də 1. Neçə saata dolar? Saat dediyinə görə dedim bayaq bunu saat desə aldığın cavabı tərsini çevir. 1'də 3. Yəni 3. 3 saata tam dolur. Yarısı 3 bölü 2 23'ten sonra
Burada 28 də bir dənədir. 29'a kısa yol diyeceğim sana. A ve B məntəqələrindən qarşı-qarşıya yola düşüblər. Biri buradan gəlir, biri buradan gəlir. Hər ikisi 4də 1 qədər yol gedib. Bu 4də 1 qədər yol gedib. Bu da 4də 1 qədər yol gedib. Düzdür? Sonra isə neçə saatdan sonra görüşərlər. Ne edirsən? Hissi olarak bütöv yol 1 olmur. Neyi hardan tapırdıq? Bunu deyirəm hardan tapa bilərdik? Saatın. Evet diyor. Bütöv yol 1 saat değil. 1 saati bu ikisinin cəminə böl. Düşdün. Çox iş eləmək lazım deyil bu dəqiqə onu. Çox işə bir sürəti gərək təmiz biləsən başa düşmək üçün. 2-2'ye böl 1, 4, 2, 2. 1'i 2'də 1'e böləndə 1 vurulsun 1'də 2. Bunun qarşı-qarşıya sürət gərək məsələn təmiz başa düşmək üçün onu sübut edeyim burada. Onu da yəni bir dənə sual qabağa çıxmaz o. Sonra Mən burada sualım var. gözlə qaydım. Tutarım bu axıcılıq pozulmaz. Evet. Qaydaram yadında saxla. 31'e Bunda yəni deyir salım ki yerləşməyəcək. Buradan yazaq. Bunun pdf'ini atabilirsiniz. İndi gedəndə atım gedim ki yadımdan çıxmaz. PDF de atacağım. Video görüntünü YouTube'a yükleyip buradan atacağım. Evet. Yoksa bile yaddaş değer tutacak. Bura 13'te 1 düşür. Bura 13'te 3. Bura 13'te 3. Bura 13'te 4. Burada belli değil. Bu 5. gün. Birinci gün 20 dənə kitab satılıb. Bu 1'dir. Bu 2'dir. Bu 3'dür. Bu da 4'dür. Birinci gün 20 dənə kitab satılıb. Birinci gün kitabların hissəsi 13'də 4 deyil. Deməli mən 13'də 4'ü 20 olan ədədi tapacağam. Düzdür? 20'ni böləcəm 13'də 4'ə. Çətin deyil. Xeyr. 20'ni vuracağım 4'də 13'ə. 4 4'də 1, 24'də 5. 5 dəfə 13. 65. 65 ümumi diaqramdır. Ümumi kitab sayı. Çətin deyil. Bizə deyir 5-ci gün nə qədər kitab satılıb. 5-ci gün mən gərək kəsr olaraq bilim ki nə qədər kitab, hissə olaraq bilim nə qədər kitab var. Sonra vırım tapım da düzdür. Bunların hamısını toplayacağım. 13'də 4, 13'də 3, 13'də 3, 13'də 1. Hamısını toplayıb birdən çıxacağım. Ki buranın payını nə qalır onu tapım. Yine də başa düşdün? Birdən çıxıram. 13'də 4, 13'də 3, 13'də 3, 13'də 1. 4 üstə 3, 7 üstə 3, 10 üstə 3, 1. 11. 2 qalır da 13'də 2 qalacaq. 13'də 2'si bura düşür deməli pay olaraq. 65 də ümumi deyil. 65'in 13'də 2'sini tapaq. 13 13'ə 1, 65 13'ə 5. 5 dəfə 2 10. Şu. Böyle 34 dezaylıyım. Söhbəti bağlayaq. Gerek bu video yaratmazdım heç. Bu bəs edirdi. 34. Birinci kran 24 dəqiqəyə yazıram. 24'də 1. İkinci kran 36 dəqiqəyə doldurur. Digəri 72 dəqiqəyə boşalır. Çıxdım. 24'ün üstüne 3, bunun üstüne 2, buna değmiyor. 3'ü vur ikisinde. 72'de 3, 2'ye vur 72'de 2, 72'de 1. 72'de yukarıda 3 üstə 2, 5 çıx 1, 4. Sağ gedir. 18'de 1 düzü. Deyir neçə saata dolar. Saat deyəndə dedim ki aldığın cavabı tərsini çevir. 18 saatı tam dolar. Saata tam dolar.
4'də 3'ü nə qədər sağladılar? 18'in 4'dən 3'ünü tapaq. 18'i 3'ə vur. İxtisar aparsam daha şeydir. 2'ye böl. 2, 2'ye böl. 9, 9 özü 27'ni. 27'ni 2'ye böl. 13 tam onda 5. Aydındır.